Kaskadyorluqla məşğul olmaq üçün hansı idman növlərinə bələd olmaq lazımdır? Neçə idman növünə bələd olmaq lazımdır? Ümumiyyətlə kaskadyorluq o işdir ki, hansı ki çətin trükləri yerinə yetirir. Yəni onların imitasiyasını edirsən. Aktyorlar eləyə bilmədiyi və yaxud təhlükəli bir şeydirsə, ona icazə vermirlər. Aktyorlara onu kaskadyorlar eləyir. Burada sadəcə fiziki hazırlıq lazımdır, psixoloji hazırlıq lazımdır. Yəni burada hansısa bir döyüş növü ilə yox, sadəcə idman növləri ilə, hansı ki fiziki göstəriciləri artıra bilər, o növlərlə məşğul olmalısan. Məsəl üçün saya bilərsiniz, zəhmət olmasa. Fitnessin özünü deyək, misal üçün atletikanı deyək, bir çoxunu deyə bilərəm. Ümumi fiziki, yəni qaçmaq lazımdır təbii ki. Döyüş növlərini lazımdır. Məşğul olmusan? Döyüş növləri çox olub. Karate növləri ilə başlamışam. Ondan sonra həm qərb, həm şərq döyüş növlərini öyrənmişəm. Əsas şərq növləri ilə başlamışam. İndi də davam eləyirəm. Həm odlu silahlarla məşq eləyirik, çünki filmlərdə lazım olur bizə. Soyuq silahlarla həm tarixi, həm müasir. Bir 15-ə yaxın döyüş növü ilə məşğul olmuşam. Maşallah. Bu həm həvəs var, həm də öyrənməmək mümkün deyil. İşimiz bunu tələb eləyir. Filmlərdə məsəl üçün daha çox istifadə olunur, belə deyək, əgər ənənəvi bir döyüş səhnəsini əgər göstərmək istəyirsənsə, təbii ki, ənənəvi döyüş növləri ilə məşğul olmalısan. Amma hal-hazırda müasir filmlərdə daha çox ənənəvi yox, daha çox real döyüşlərə üstünlük verilir. Küçə döyüşlərinə belə deyək. Küçə döyüşlərinə yaxın, amma filmdə gərək onun balansını saxlayasan. Çox sinematik olmasın, çox real olmasın. Çox real olanda maraqlı olmur o qədər də. Çox sinematik olanda da gəlir çox inandırıcı bir görünmür. O da yəni o qədər bəyənilmir. Gərək bir Zolotaya Sredina deyirlər, onu tapasan. O qızıl orta. Neçə ildir məşğul olursan kaskadyor işi ilə, sırf kaskadyor işi ilə? Kaskadyor işi ilə ümumiyyətlə filmlərdə döyüş xoreoqrafı kimi, kaskadyor kimi hardasa 10 il var. Amma daha çox üstünlük verdiyim döyüş xoreografiyasıdır. Çünki döyüş xoreografiyası mənim üçün daha maraqlıdır. Orada rejissor işi var, orada operator işi var, orada montajörün işi var, onun bədii həlli var, onun kompozisiyası var filan. Yəni bütün demək olar ki, orada ssenari işi var. Yəni bütün kinonu öyrənməlisən. Son illərdə özün də rol alırsan filmlərdə. Təbii ki, prinsipial rollar olub, ikinci dərəcəli rollar olub, belə epizodik rollar olub. Yəni tipaja görə görürsüz dəyərləndirirlər. Daha çox səni hansı rollara cəlb eləyirlər, dəvət edirlər? Aktyorы начали! Təbii ki, üstünlüyüm olduğuna görə aktyorlardan döyüş bacarıram, döyüş qura bilirəm, kaskadyorluq eləyə bilirəm. Ona görə, məsəl üçün, o üstünlüklərə görə, əgər tipajım da uyğun gəlirsə, seçirlər ki, hələ sayın hələ onu da bacarır, onu da eləsin, bu formada. Bir film var idi, izləmişəm hissələrində. Orada tarixi film kimi idi və sən bir tarixi obrazı canlandırırdın. Tarixi bir neçə olub. Bir də Tomris olub, bilməm, bəlkə onu deyərsiniz. Hindistanda olub tarix film, sonra Rusiyada olub, Qazaxıstanda, bir neçə ölkədə olub belə. Tarixi də olur, müasir də olur, işləyirik. Ən çətin səhnələr sənin üçün hansılardır? Hansı olub, məsəl üçün, onun hansını xatırlamaq olar? Hamısının öz çətinliyi var əslində. Bilirsiniz, əsas yaxşı hazırlaşmaq lazımdır ki, məşqlərdə əsas çətinlik məşqlərdə olur ki, çəkilişdə o qədər çətinlik hiss eləməyəsən. Amma təhlükəyə gələndə təhlükə demək olar hamısında var. Yəni hansısa bir trük asan görünə bilər, orada ehtiyatsızlıq eləyə bilərsən. Misal olaraq həmin səhnəni zəhmət olmasa danışa bilərsən bizə üçün xatırladığın qədər? Atlarla olub, atın üstündən keçmək olub, at sinəsi ilə vurub yıxılmışam, 2-3 nəfərə dəymişəm, onlarla bir yerdə yıxılmışıq. Yəni o da bilirsiniz,
ata deyə bilməzsən də yavaş vur, ehtiyatlı vur, ya da belə məqamlar var. Avtomobildən yıxılmaqdır, arxası üstə yerə yıxılmaq, fırlanmaq, yəni sürətlə gedən avtomobillə. Yəni müxtəlif cür. Döyüşün özündə daha çox zədə alırsan, əslində nəinki trüklarda. Çünki seriya zərbələr kendirilir. İstərsənməz 1, 2, 3 dubl hansında Boşa getməyən zərbə də ola bilər. Deyir, olur, hə. Yəni kontakt olmayanda da mümkün deyil axı ona görə. Amma trük elədir ki, trükü çalışırsan bir dubl eləyəsən. Onun üçün yaxşı hazırlaşmalısan. Zədə riskini necə aradan qaldırmaq olur? Bunun yolları var. O trüklara görə hesablanır, təbii ki, nəzərə alınır. Ümumiyyətlə bu təhlükəsizlik qaydası çox önəmlidir. Buna çox üstünlük verilir xarici studiyalar gördüyü işlərdə, ciddi studiyalar gördüyü işlərdə bu ilk növbədə nəzərə alınan məqamdır ki, yəni olmalıdır və biz də təbii ki, onu tələb eləyirik. Haqqımız da var tələb eləməyə. Buna baxmayaraq biz burada onu tələb eləyə bilmirik. Burada Azərbaycanda kaskadyorlara Terminator kimi baxırlar ya da ki, adnarazvədə, yəni bu ölsə o birisini gətirir, bu cür yanaşırlar. O qədər dəyər vermirlər, amma təhlükəsizlik qaydaları var. O trüka görə nəzərə alınır, o döyüşə görə nəzərə alınır, silaha görə nəzərə alınır. Məsəl üçün bəzən bizdə filmlər çəkirlər, dəmir silahlardan, qılınclardan istifadə edirlər. Küt olsa da yenə barmağı kəsilir, kiminsə gözünə deyir, kiminsə ora. Yəni çox travmalar olur. Əslində misal üçün biz Tom Cruise filmində istifadə etdiyimiz qılınclar təhlükəsizliyə görə onlar taxtadan düzəlmişdi, ağacdan. Hərəkətdə o bilinmir, onun rənglənməsi, onun düzəldilməsi elədir ki, o hərəkətdə bilinmir, dəmirdəndir yoxsa yox. Dəmirdən lazım olur ümumi iri planlarda ki, hə bu çünki detallı görünür ona görə. Amma döyüşdə lazım olmur. Misal üçün o həmin o təhlükəsizlik məqamlarından biri idi mən dedim. Bu sənətdə 10 ildir məşğul olduğunuzu deyirsiniz. Sizi qürurlandıran ən çox nədir? Bu sənətdə məşğul olmağınızla. Yəni maliyyə o qədər də yüksək deyil mən bildiyimə görə bu sənətdə. Yəni bizim ölkədə. Bizim ölkədə ümumiyyətlə bu dəqiqə neçə illərdir artıq elə bir sistem yaradıblar ki, bu işdə olan adamlar bəziləri. Yəni işi dəyərindən qat-qat aşağı görürlər. Və bu da təbii ki, prodüserlərə sərf eləyir. Onlar da çoxsu da bizdə bilirik ki, keyfiyyətə o qədər önəm vermir. Əsas odur ucuz işçi qüvvəsi olsun. Və heç bir tələbləri olmadan sadəcə olaraq müəyyən bir qanararı danışırlar. O işin belə deyək, bəlkə iş tutaq ki 10 manat, onu 2 manata gəlib görürlər o işi. Bu sahədə çox diletantlar çoxdur. Sadəcə bu gəlir mənbəyi kimi yanaşır. Yəni kaskadyor deyil misal üçün. Bəzi kaskadyorlar da var ki, təbii ki, onlar da o öz işlərinə o qədər hörmət eləmirlər. Yəni çox ucuz işləyirlər. Və artıq Azərbaycanda belə bir şey yaranıb ki, Azərbaycanlı kaskadyora yüksək qonorar vermək olmaz. Amma biz xaricdə işləyirik, xaricdə dəyər qiymət görürük, yaxşı da istədiyimiz qonorarda ala bilirik. Qürur verici mən işimlə, yəni qürur duymuram. Bacardığım işdir, hamının öz işi var. Hər bir işin sahibinə yəni hörmətimiz var, onun sənətinə hörmətimiz var. Yəni bu da o işlərdən biridir ki, mən görürəm. Bacardığım, sevdiyim işdir. Yəni nəyinəsə qürurlanmıram. Nə vaxtsa bunu dəyişmək, başqa bir sənətə keçmək istəyirsən? Yoxsa İstəmişəm. Bu ömrünün axırına qədər davam etsin? İstəmişəm, alınmayıb. Yəni geriyə yol yoxdur. Başqa bir sənətdə özünü görməmisən, mən belə başa düşdüm. Yox, artıq mümkün deyil də. Mən uşaq olandan döyüş növlərindəyim. Döyüş növlərində gəlmişim elə bu arzu ilə ki, filmlərdə işləyim. Yəni aktyor kimi, döyüş, action janrının qəhrəmanı kimi. Düzdür, hələ qəhrəman olmamışam. Almışsan, bu maraqlı gəldi mənə. Yəqin ki, nəsə bir orada qığılcım olub filmlərin arasında. Uşaq olanda Bruce Lee-yə baxıb təbii ki, sonra Jack Chan-a baxıb həvəslənmişik. Əslində mən hal-hazırda döyüş filmlərinə baxmıram.
çoxsu fikirləşir ki, mən bütün gün elə döyüş filmlərinə baxıram və onları daha çox bəyənirəm. Əslində mən izlədiyim filmləri daha çox ssenarisi, mövzusu maraqlı olan filmlərdir ki, döyüş olmaya da bilər. Döyüş filmlərini mən sadəcə baxıram, making of-lara baxıram, backstage-lara baxıram, sonra alınan nəticəyə baxıram, həmin o səhnələrə. Çox nadir hallarda olur ki, döyüş filmlərində mövzu hansısa bir təqdim olunan dəyər bizə maraqlı olsun, bizə yaxın olsun, misal üçün. Tutaq ki, Ong Bak filmini götürsək, orada bir dəfə Buddanın başı üçün gedir, onu qaytarmağa bir dəfə fili qaytarmağa gedir. Bu, onlar üçün dəyərdir, müqəddəs bir şeydir. Biz üçün deyil, biz heç nə hiss eləmirik də, yəni nəyə görə mübarizə aparır, o bizə o qədər, yəni belə deyək, toxunmur. Sayın, sən özün nə üçün mübarizə aparırsan həyatda? Həyatda mübarizə aparıram ədalət üçün. Yəni tələb elədiyim də o, yəni ədalətdir, düzgünlükdir. Və mübarizə aparıram ki, bizim sahə öz qiymətini, öz dəyərini tapsın. Mübarizə aparıram ki, hal-hazırki vəziyyət mənə təsir eləməsin, məni dəyişməsin. Yəni cəmiyyət nə qədər dəyişsə də, insanlar dəyişsə də, ehtiyacdan, ay nə bilim nədən, evə çörək pulu aparmaqdan, ya mən sənətimi belə deyək, satmıram, özümdə satmıram. Mən sadəcə xidmət göstərirəm və çalışıram ki, onu ədalətlə dəyərləndirsinlər. Yəni buna görə mübarizə aparıram. Allah arzulayıram sənə bu yolda. Çox sağ olun. Tələbələr yetişdirirsənmi? Hal-hazırda yox, komandadır, Science Action Team. Komanda hal-hazırda sırf komanda ilə məşğulam, amma yaxın gələcək üçün bir layihə var ümumiyyətlə bu sahənin inkişafı üçün. Yeni üzvlər qəbul olunacaq, təbii ki, çoxalmalıyıq. Tələbələrin olsun və yaxud da ki, ətrafında olan səndən yaşca kiçiklər olsun, gənclər olsun, səni nəyə görə örnək almalıdırlar? Belə deyək, real həyatda necə, yəni ki, mən özümü necə aparıram, nə düşünürəm, çalışıram örnək olum kiçiklərə. Çünki biz böyüklərdən nələri öyrənmişik, hansı dəyərlərə sahibi, hansı düşüncələrə sahibi, o rus dilində deyirik, panyatkalar. Hansılar ki, itir, yoxa çıxır. Mən çalışıram onları saxlayım və özümdən gələnlər də onu öyrənsinlər məndən. Sırf səndən hansı nəyin örnəyini ala bilərlər, misal olaraq çəkmək istəyirəm? Mən onu konkret deyə bilmərəm. Özünü tərif məsələsində gəlib çıxır deyənə yoxsa? Ümumiyyətlə, insanı nə qədər tərifləsələr də, insan özü bilir kimdir, nədir, hansı səviyyədədir və məni yaradan Allah bilir ki, mənim dərəcəm nədir. Ona görə nəsə bir təkəbbürlük eləmək, məndən nəsə kimsə öyrənə bilər. İstəsə öyrənə bilər. Bəlkə nəsə bir yaxşı xüsusiyyət, nəsə bir yaxşı hərəkət görə bilər, öyrənə bilər. Biz də çalışırıq ki, ən azından yəni hərəkətlərimizə fikir verək yəni. Dublyorluq səncə bu digital effektlərin artdığı dövrdə yoxa çıxa bilər? Disney-də biraz cəhdlər ediblər, robotlar yaradıblar, trüklər eləyən. Süni intellekt filan bunlar hamısı ortalığa çıxıb. İnsan heç vaxt əvəz eləyənməz təbii ki. Kimsə düzdür, hardasa istifadə edə bilər, amma tam mümkün deyil. Ümumiyyətlə o işin dəyəri də olmaz, yəni. Misal üçün, bir var hansısa bir sənət əsəridir, bir xalçadır və yaxud nəsə başqa bir var əl işidir, bir var ki, stanokda toxunur. Yəni təbii ki, bu artıq neçə illərdir gəlib əl işinin yerini tutmayıb da, yəni o qiymətdə, o dəyərdə deyil. Yəni insan da özünün yaratdığı, öz təbiəti ilə, öz beyni ilə, əli ilə, ayağı ilə gördüyü işi başqa heç bir şeyə əvəz eləyənməz, o dəyəri, o qiymətə gəlmək mümkün deyil. Çətindir, mən başa düşürəm. Bu situasiyada, məsəl üçün, dəyər verilmədiyi halda həm insan özünü fiziki olaraq hazırlasın, həm zehni olaraq hazırlasın. Çətin olur sənə
bu dövrdə həm zehni olaraq hazır olmaq, psixoloji olaraq hazır olmaq ki, haqsızlıqla üzləşə biləcəksən. Sənin haqqın olan filmi başqa birinə də verə bilərlər. Halbuki o əlaqə səndə də var, həmin yerə səni də dəvət edə bilərlər, amma daha naşı birinə yönləndirilir bu məsələlər. Ya bu hallar tez-tez olur. Məsəl üçün bizdə Azərbaycandan əgər danışsaq, bizimlə də danışırlar, başqa alternativ variant kimsə varsa onunla da danışırlar və çox qeyri-peşəkar söhbət edirlər əslində və tələbləri də çox belə deyək, rus dilində desək çox naql olur. Düzgün olmur. Ümumiyyətlə çox vaxt o iş, danışıq etikasını ümumiyyətlə demək olar bizdə çoxları hələ öyrənməyib. Tələblərində sərhədləri bilmirlər və təbii ki, axtarırlar ki, kim ucuz işləyəcək. Yəni, az olmayıb, misal üçün, mən hansısa işi mənə təklif eləyiblər, sonra kimsə ucuz razılaşıb, gedib o işi görüb, mən baxmışam o işi necə görüb. Yəni, mən onun making-oflarını ümumiyyətlə göstərməzdim də. Yəni, heç kim görməsə də mən özümə onu bir alçaqlıq bilərəm ki, o işi o cür görürəm. Yəni, mən əgər 10 manatlıq işi 5 manata da görürəmsə, onu peşəkar eləməyə çalışıram. Çünki sən onun qeyri-peşəkar olduğunu hiss eləyə bilirsən. Bəlkə ola bilər izləyici hiss eləmir onun qeyri-peşəkarlığını. İzləyici çox yaxşı hiss edir. Nə baş verir axı orada? Bax, bizim tamaşaçılar, biz özümüz xarici filmlərlə böyümüşük də. Döyüş filmlərini, action'ı istəyir, Rambo-su, Jack Chan-ı, o, bu. Yəni, görə gəlmişik və indiki filmlərə qədər də hansılar ki, izləmişik və bizdən kiçiklər də izləyirlər. Artıq keyfiyyət nədir bilirlər, görürlər. Yəni, çoxları tamaşaçını avam yerinə qoyur ki, bizimkilər başa düşmür, bizimkilər istəmir. Onlar hamısı boş söhbət. Çox yaxşı bilirlər ki, bizim izləyicilər ki, bu yaxşı döyüşdür, bu yaxşı döyüş deyil, misal üçün. Yəni, yeri gəlsə, bəzən onlar danışmaq istəyəndə sən özün bir şey eləmirsən, danışırsan. Yəni, tamaşaçılar hamısı, izləyicilər hər biri kino çəkməlidir və yaxud döyüş səhnəsində kaskadyor kimi iştirak etməlidir. Yox. Yəni, zövqləri var, artıq formalaşıb. Yəni, baxanda siz özünüz də deyə bilərsiniz, mən sizə 2 döyüş səhnəsini göstərirəm, deyə bilərsiniz ki, mənə qədər deməsəz də, müəyyən qədər deyəcək, bu yer xoşuma gəlmədi filan şeyə görə, buradakı peşəkar idi. Çünki siz görmüsünüz, artıq bir baza var sizdə formalaşıb, filmləri izləmisiniz. Ona görə yəni, biz çalışırıq anladmayaq tamaşaçını həqiqətən də. Çünki bizim tamaşaçılar biraz maariflənməyə ehtiyacı var. Biz çalışırıq öz sahəmizi müəyyən qədər maarifləndirək, yaxşını pisdən ayıra bilsinlər. Biraz da məsləhət görərdim ki, oxusunlar, öyrənsinlər, düzgün fikir bildirə bilsinlər, lağlağa ilə, təhqirlə, tənqid nədir, bunları ayıra bilsinlər, fikirləri bildirəndə bir fikirləşsinlər, bu fikri niyə bildirirəm, təsir eləsin, nə isə dəyişsin, yoxsa elə belə danışmaq üçün deyirəm bunu, mən də varam deyə nə isə yazıram ora. Biraz ağıllanmaq lazımdır, kobud desək. Bəzən olurmu ki, məsəl üçün həmin səhnəyə hazırlaşırsan, amma həmin səhnəni yerinə yetirəndə hazırlaşdığın dövrdən daha yüksək performans göstərirsən. Elə olur ki, biz... Bu xoşuna gəlir sənin belə hallar olanda? Yəni, hazırlaşırıq, sonra səhnəyə gələndə də. Bəli. Səhnəyə gələndə, məsəl üçün, 1 dubl, 2 dublə artıq görürsən ki, bu səhnəni hazırlaşdığından, məşq prosesindən daha yaxşı yerinə yetirirsən. Təbii ki, bilirsiniz necədir? Onsuz da o set başqa bir şeydir, oranın atmosferi başqadır. Yəni, orada 2 qat sən həm adrenalin, həm həyəcan, həm enerji hiss edirsən və çalışırsan ki, onu 1 dublə eləyəsən. Və həm də oranın atmosferi artıq səni onu yaşamağa kömək eləyir. Təbii ki, məşqdəkindən fərqlənə bilər, daha yaxşı ola bilər. Yəni, olub. Yəni, bu Netflix üçün bizim işlədiyimiz bir film var. İndi onu gözləyirik, o filmi izləyək. Məşqlərdən daha yaxşı oldu çəkilişdə elədiyim zaman, setdə. Uğurlu olsun. Çox sağ olun. Bu adrenalin bağımlılığı yaratmır. Məsəl üçün, hər dəfəsində döyüş səhnəsi, hər dəfəsində məsəl üçün silahlarla davranış, nə bilim, qatardan atlanma, maşın partladı.
bu adrenalin belə deyək də doyumsuzluğu yaratmır səndə. Bilirsiz, bəziləri nələrisə bir Bəzən insanlar təhlükəli sakit həyat tərzi xoşlayır. Lap da o qədər də adrenalin lap çox olur axı, yox? Ya bilirsiz, məni həvəsləndirən bilirsiz nədir? Yenilik və nəticə nə alındı? Yəni bu necə alındı, necə oldu? Mən bu işə bir yaradıcılıq kimi baxıram. Yəni ona görə döyüş xoreografiyasına daha çox üstünlük verirəm ki, bütün filmi özündə əhatə eləyir. Yəni türklərdən daha maraqlıdır mənim üçün. Bəzi insanlar adrenalin xoşlayır deyə onlar heç kaskadyor da deyil, həyatda damdan dama ora-bura tullanır eləyir. Yəni mənim deyim ki, hansısa bir adrenalinlə bağlılıq yaradır. Yox, əslində o adrenalin xoşlayan, o mən qorxmuram, qorxu hiss eləməyən adam, onlar çox vaxt ya ölür, ya şikəst olur, ya nəsə. Yəni bu işdə elə deyil. Bu işdə gərək sən ağılla işləyəsən, ölçəsən, biçəsən, hazırlaşasan, təhlükəsiz qaydalarına riayət eləyəsən və bunu sən təhlükəsini anlayandan sonra sən o adrenalinlə kim mənə adrenalin çəkdi, ona görə elədim deyil. Yəni bütün hissləri öldürməlisən ki, mən nə edirəm, nə üçün edirəm, mən bunu necə eləməliyəm ki, mən buradan sağ çıxmalıyam, çünki yenə işləməliyəm. Yəni bu bir dəfənin birinci dəfə bir dənə indi bunun kayfını tutum keyf eləyim məsələsi deyil. Yəni bu. Məsəl üçün öyrəndiyin döyüş sənətlərindən istifadə elədiyin olubmu real həyatda? Çünki sən işin gərəyi onları öyrənməlisən və mütəmadi olaraq məşq eləməlisən. Döyüş də elə bir şeydir ki, əlin öyrəşdisə, sonrasında nəsə bir problem çıxanda, düzdür, idmançılar bu şeyə eləmirlər çox. Amma olubmu ehtiyac? Ehtiyac bilirsiz, mən xoşlamıram ümumiyyətlə döyüşməyi. Yəni idmanda, idman yönlü döyüşlər o başqa. Həyatda xoşlamıram, çünki düzdür, nə isə görə olub, o da məcburiyyətdən olub. Amma onun həvəskarı olmaq yaxşı şey deyil. Birincisi, bir insan səndən zəifdirsə, sən ondan güclüsən deyəsən, arxayınsan, rahatsan deyəsən, o döyüşü şərait yaratırsan deyə bu artıq bir idmançının özünün mədəniyyətsizliyidir, onun əqli inkişafının olmamağıdır, onun göstəricisidir. Çünki özünü kontrol eləyə bilmir və artıq o əlindəki silahdan istifadə, sabah elə çıxır ki, ondan tapanca versən, tapancadan da istifadə eləyərdir rahat. Problem orasındadır ki, döyüşçü, özünə döyüşçü deyən gərək döyüşün fəlsəfəsini öyrənsin, onun mahiyyətini başa düşsün və döyüş növləri, döyüş sənəti nədir, onu gərək dərk eləsin. Ondan sonra onu döyüş üçün öyrənməyəcək, onu müdafiə üçün öyrənəcək təbii ki. Müdafiə olan insanda çalışır döyüş hardasa bir dəyərli olsun, bir müqəddəs bir şeylə bağlı bir şey olsun. Yəni elə belə mən kiməsə gücümü göstərmək üçün döyüşməyim. Ona görə də mən çalışıram döyüşlərdən. Ümumiyyətlə samuraylarda belə bir şey var. Samuraylar yaşadıqları illər ərzində onlar artıq öz ölümlərini qəbul edirlər və ölümlərini axtarırlar. O şərəfli ölümü axtarırlar, ona görə yaşayırlar və öz birliyini, özünü heç vaxt elə belə döyüş üçün riskə atmaz. Yəni onların da bir şəhid fəlsəfəsi var. Hardasa yaxınlar. Çünki o şərəfli ölüm ki var, onu niyə əldən buraxsın? Bilmək olmur, çünki insanı harda öldürə bilərlər, hansı döyüşdə ölə bilərsən, misal üçün. Yəni o şərəfli döyüş üçün, son döyüş üçün yaşamalısan. Ona görə də sakit yaşayışa, yəni üstünlük vermək lazımdır. Dublör olaraq sən digər aktyorların edə bilmədiyi çətin situasiyaları yerinə yetirirsən. Həyatda da məsəl üçün qohumlar, dostlar, yaxınlar və yaxud da ki elə adi vətəndaş görürsən ki, bir çətinlik üzərindədir. Orada da gücün çatdığı qədər, imkanın çatdığı qədər dublyorluq eləyə bilirsən, edirsən. Mən üçün ümumiyyətlə qohum anlayışı yoxdur. Mənim üçün qan bağlılığı falan belə bir anlayışlar yoxdur. Siz qohum dediniz, ona görə ona toxundum o mövzuya. Mən insanın özünə baxıram. İnsani keyfiyyətlərinə baxıram. İnsanlıq səviyyəsinə baxıram. Yəni kiməsə hardasa kömək eləmək təbii ki insana bir rahatlıq verir hardasa ki mən də bir insan kimi nə isə elədim. Yəni həmişə özüm üçün eləyim, o deyil. İnsan özü üçün nə qədər eləsə də o başqası üçün elədiyi yaxşılıqların rahatlığını, elə bil onun ləzzətini dada bilmir təbii ki. Təəssüflər olsun ki,
artıq illərlə o yaxşılıqlarımı azaldıram və insanları Səbəb nədir buna? daha ehtiyatla seçməyə çalışıram. Çünki Həzrət Əliyə bir nəfər baxır, gözünü çəkmir. Yanındakı səhabəsi deyir ki, o insan nəysə birtəhər baxır da, yəni nəysə planlayır. Həzrət Əli deyir ki, narahat olma, ondan mənə pislik gəlməyəcək. Deyir, nə bilirsən? Deyir, çünki ona yaxşılıq eləməmişəm. Yəni, yaxşılıqların əvəzini görmədiyimə görə fikirləşirəm ki, səhv insanlara yaxşılıq eləmişəm, səhv insanların əlindən tutmuşam, səhv insanları bu sənətə gətirmişəm, səhv insanlara nələrisə qazandırmışam, indi də qazanırlar və s. Ona görə yaxşılıqları yox deməyə öyrənmişəm artıq. Və artıq maraqlı deyil ki, mənim haqqımda nə fikirləşir. Çünki əsas o da özüm düzgün seçim edeyim. Səninlə çox maraqlıdır söhbət eləmək. Sonda tamaşaçılarla adətən qonaqlar sağollaşır. İstərdim sonda əlavə etmək istədiyin mövzuya bağlı ya ürəyindən hansı mövzu keçirsə demək istədiklərini söyləyəsən, yekunlaşdıraq. Demək istədiyim ümumi olaraq hamıya aid ola bilər. Çox istəyərdim ki, mən çox ölkələrdə olmuşam, çox millətlərlə işləmişəm, işləyirəm də. Başqalarında görmədiyimi, gördüyümü bizdə görmədiyimə görə çox təəssüflənmişəm ki, özümüzkinə dəyər vermək, özümüzkini birinci qabağa çəkmək, özümüzkini birinci düşünmək, özümüzkiləri başqa millətlərin yanında bir sənətkar olaraq, bir insan olaraq hörmət eləmək, daha dəyər vermək, başqalarından bizimkinin dəyərini tələb eləmək, əksinə ona ucuz satmamaq və özümüzlə, əgər biz özümüzə türk deyirik, özümüzlə fəxr eləyirik, türklər belə, tarix boyu elə olublar, belə olublar filan, amma istəyərdim bu reallıqda olsun. Yəni, sadəcə dildə yox. Reallığa gələndə əl-ələ verək, bir Azərbaycanlı kimi Azərbaycan xalqı olaraq həqiqətən də mən istəyərdim ki, gedməsin burada dəyər görməyən işin peşəkarları bu şeyləri görə incəyib gedməsin. Yəni, mən şəxsən qıraqda gördüyüm dəyəri Azərbaycanda görmürəm. Və insan özünü dəyərsiz hiss edəndə artıq yaşayış yerini dəyişməyə məcbur olur. Və mən də uzun müddət yaşamışam xaricdə. Artıq 3-4 ildə Azərbaycandayam və bu dəyərsizləşdirildiyimə görə yenə də çıxıb getmək istəyirəm. İstəyərdim ki, amma istəmədən getmək istəyirəm. Və mən istəyərdim ki, mənə elə gəlir ki, tək mən belə düşünmürəm. Mən istəyərdim ki, biz birimizi dəyərləndirək. Çünki insan ömrünü sərf eləyir, vaxtını sərf eləyir, enerjisini sərf eləyir. İstəyir ki, Azərbaycanda bu filan bir sahə inkişaf eləsin. Ki, biz də, mən misal üçün şəxsən istəyirəm ki, Azərbaycanı tanıdım və tanıdıram da. Və istəyərdim daha yüksəklərdə tanıdım. İstəyərdim ki, Azərbaycandan döyüş janrının aktyoru kimi ulduz olun və bütün Azərbaycanı, yəni bütün dünya tanısın. Və bunu eləməyə də qadirəm. Amma dəyərsiz özümü hiss edirəm, çünki dəyər görmürəm. Tək mən yox, istəyərdim həqiqətən də dildə yox, ürəkdə Azərbaycanlı olduğumuza görə fəxr eləyək və nəinki mən fəxr eləyəm ki, mən Azərbaycanlıyım, həm sən deyər fəxr eləyək ki, sən Azərbaycanlısan. Onda mən sənə dəstək olaram, sən mənə dəstək olasan. Amma hər özü ilə fəxr eləyəndə orada birlik olmur. İstəyirəm birlik olsun. Mən də sizinlə fəxr eləyirəm. Tamaşaçılar da sağ olsunlar, səbr elədilər. Ola bilər ki, haradasa danışıqlarında neqativdə olub, ona görə üzr istəyirəm. Amma mənə elə gəlir ki, yaxşı məqamlara da, maraqlı məqamlara da toxunmuşam. Əsas özünüzü qoruyun, özünüzə yaxşı baxın. Azərbaycanlı olduğumuzdan fəxr eləməyə çalışaq.